Salam əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Bugün yeni dərsimizə başlayacağıq Allahın izni ilə Quran-Kərim dərslərinə. Demək, ərəb dilində dediyimiz kimi hərflər sərbəst, demək, əvvəl forma vardır. Əvvəl forma, nə tər düşür buradan? Əvvəl forma var. Biraz da yaxınlaşdıraq. Əvvəl forma var və orta forma var. Orta forma var və bir də axır forma var. Axır forma. Axır. Demək, ərəb dilində hərflər 4 formada olur. Sərbəst, əvvəl, orta və axır. Keçən dərsdə keçdiyimiz dərslər ki, bunlar idi. Baxın, diqqət edin. Baxın, əziz dostlar. Baxın, demək, mən telefonu fırladım. İnşallah ekranı fırladım, siz yaxşı görəsiniz. Baxın, keçən dərsdə bunlar bizim dərslərimiz. Əlif, bə, tə, sə, 4 hərf keçdik biz və növbəti dərsdə biz keçdik. İkinci dərsdə keçdik. Cim, hə, xa, sərbəst, əvvəl, orta, axır. Bunları mən YouTube kanalıma da yerləşdirirəm və üçüncü dərsdə biz keçdik dəl, zəl, ra, zeyn hərfləri və bu gün də dördüncü dərsimizi keçirik inşallah. Dördüncü dərsdə sizə məlumat verəcəm inşallah ki, nələrdir bunlar. Sin hərfidir, yazılış sərbəst forma bu cür nədir? Sərbəst forma, əvvəl forma, gördünüz, əvvəl forma və üçüncü şəkil orta forma, və axırıncı forma isə bu cür olacaq. Bir xət çıxacaq buradan, bu cür. Bu tamamlanacaq belə. Gördünüz. Bu hərfin adı sin hərfi olacaq. Onu yazaq burada sin hərfi. Hərfin adı sin hərfi. Demək, sin. Yazıram bura. S, i, n. Sin hərfidir. Tələffüzü isə s hərfidir. Sin hərfi tələffüzü s-dır. Yəni bizim Azərbaycan dilində olan s hərfi kimidir. Tamam. 11 hərf keçmişik bu günə qədər və bu da bizim 12-ci hərfimizdir. 12. İkinci hərfimiz şin hərfidir əziz dostlar. Şin hərfi baxın 1, 2, 3. Başında, yəni hərfin başında 3 nöqtə qoyulur. Olur şin hərfi. Çox sağ olun, Allah razı olsun. Sərbəst forma və əvvəl forma yazırıq. Əvvəl forma qoyuruq. Əvvəl və orta forma. Yenə başında 3 nöqtə qoyuruq. Bir dənə axırıncı forma isə eynən bu şəkildə olacaq. Bu da axır forma. Yazıram, tire çəkirik. Hərf 12 və 13-cü hərfimiz, baxın 13, düzdür, şin hərfi. Ş, i, n. Şin, sin, şin səslənməsi ş-dır. Transkripsiya ş-dır. Sad hərfin qeyd edirik, biz buraya yazırıq sərbəst forma. Sərbəst forma. Buradan yazılışına baxın. Əvvəl forma. Tamam. Orta formanı yazırıq. Orta forma və bir də axır formanı yazırıq. Axır formada bu cür olacaq.
Sad hərfi 14-cü hərfimizdir. Sad hərfi səslənməsi qalın S hərfidir. S. Qalın S. 15-ci hərfimiz dad hərfi olacaq. Dad hərfi olacaq. Sərbəst forma. Əvvəl forma. Baxın. Orta forma. Və bir də axır forma. Axır formada yazırıq bura. Bu da eynən sad hərfi kimidir. Sadəcə üzərində nöqtə qoyulur, əziz dostlar. 15-ci hərfimiz də dad hərfidir. Baxın. Bu da dad hərfidir. Yəni D, A, D. Buna zat da deyirlər. Amma əslində daddır bu. Yəni belə. Və transkripsiyasında qoy yazaq D. D, altında nöqtə. Hər bir hərfdən mən misal üçün sizə evə bir məsələn tapşırıq kimi də yəni hər bir hərfdən misal üçün yaza bilərsiniz. Misal üçün bu hərfdən bir sətir misal üçün yaza bilərsiniz. Misal üçün belə deyək də S-ni yazdınız. Misal üçün məsələn sin hərfini yazdınız məsələn sin hərfi sərbəst forma. Bundan bir sətir yazıb doldurasınız məsələn. Və yaxud məsələn sərbəst forma misal üçün əvvəl formanı yazdınız. Misal üçün bir sətir bundan yazını doldurun bir dəftərdə. Mən burada şey yazmıram. Amma siz yəni yaza bilərsiniz, tamam. Misal üçün belə deyək əvvəl formadan düzdür bu sərbəstdir, bu əvvəl. Orta formadan məsələn bir sətir məsələn yazıb misal üçün doldura bilərsiniz, düzdür. Və axır formadan bir sətir yazıb doldura bilərsiniz. Bu cürdə hər bir hərfdən bir sətir doldura bilərsiniz. Tamam. Və yaxud misal üçün bunu biz belə çəkərək bağlayaq. Şin hərfindən misal üçün şin hərfi misal üçün bir sətir yazıb doldura bilərsiniz. Şin sərbəst məsələn. Şin məsələn əvvəl bir sətir yazıb doldurarsınız misal üçün. Ondan sonra şin orta məsələn. Baxın şin orta məsələn. Bir sətir yazıb doldura bilərsiniz. Və şin axır misal üçün şin axır məsələn bir sətir misal üçün bundan yazıb doldura bilərsiniz. Tamam əziz dostlar. Sərbəst forma demək əvvəl forma, orta forma və bir də axır forma. Bu da axır forma. Tamam, baxın. Sin, şin, sad və dad hərflərimiz oldu. Hələ bizim bildiyimiz S hərfidir. Şin hərfi ş səsini verir. Sad hərfi qalın S səsini verir. Ümumiyyətlə ərəb dilində sad hərfi dilimizdə olan S hərfindən fərqli tələffüz olunur. Bu hərf, baxın bu hərf qalın samit olduğuna görə üzərində olan fəthə işarəsi A səsini verir. Baxın bu fəthə işarəsi ki var. Deyməz. Allah razı olsun. Çox Allah qəbul etsin inşallah. Baxın bu sad hərfin üstündə olan bu fəthə işarəsi ki var. Bu ə səsidir, fəthə səsidir. Amma bəzi hərflər qalınlaşdığına görə bu hərdən dəyişir, olur ə yerinə olur A. Məsələn burada sad səsini verir. Məsələn biz bundan qabaq da keçmişdik. Məsələn əlif, bə, tə, sə, cim, hə, xa. X hərfində də xə deyilə bilməz, xa deyilir. Burada da sadın üstündə fəthə olsa olacaq nə? A səsini verəcək, sa. Bu da da, yəni dadlı hərfin adı, amma sad hərfi dilin ucunu alt ön dişlərin arxasına toxundurmaqla alt ön dişlərin arxasına toxundurmaqla qalın şəkildə tələffüz edilir. Bu hərfi tələffüz edərkən diqqətli olmaq lazımdır ki, dodaqlar önə uzadılmasın.
Dodaqlar ünü və əks halda fərqli bir səs hərf tələffüz meydana gələcəkdir. Bu da doğru deyil. Bunu tələffüz edərkən dodaqlar çox da qabağa gəlməsin. İndi bunları göstərəcəm. Sa. Bu hərf belə. Və dad hərfi. Dad hərfində isə bu da həm bu nə bu z-dır, nə də bu d-dır. İkisinin arasında olan bir səsdir. Amma ən çox bunun bu hərfin meyliliyi d-yadır. Yeni gələn dad hərfində d səsin verir. Yəni bu nə z-dır, nə də d-dır. Daha çox d-ya meyllidir. Dad hərfi dilin sol, dad hərfi qalın samidir və tələffüzü nisbətən çətindir. Bax bu hərfin. Amma bu hərf dilimizdə qarşılığı, bu hərfin dilimizdə qarşılığı yoxdur. Çox sağ ol, Allah razı olsun. Əziz çəksin, Allah minnətdarım. Dad hərfi dilin sol və sağ və ya hər iki kənarında sol kənar daha rahatdır. Üst azı dişlərinin içəri hissəsini də toxundurmaqla sağ və ya hər iki kənarının sol kənarı daha rahatdır. Üst azı dişlərin içəri hissəsinə toxundurmaqla qalın şəkilli tələffüz edir. Tələffüz zamanı dilin kökü, bu hərfdə, tələffüz zamanı dilin kökü və ortası üst damağa yüksəlir. Yəni dad. Dilin ucu isə sərbəst qalır. Dad. Bu hərf dəl hərfinin qalın forması kimi tələffüz edilməməlidir. Transkripsiyada sad və dad hərflərinin verdiyi səsin altında nədir? Baxın, nöqtə qoyulur. Baxın, nöqtə qoyulub. Niyə? Çünki qalındır. Bax, d-nın da altında qoyulub və sadın da altında qoyulub. Şəcəra. Sabara. Hadara. Sadara. Hasada. Dabaha. Sajada. Hasada. Şaraha. Daraba vurmak. Habasa. Hasaba. Hesab etmək. Şəcərədə ağacdır.